Mən Badam xanım Raufi Lətif qızı Kanadanın Toronto şəhərindən müraciətim Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə və onun xanımı birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və eyni zamanda Azərbaycan hüquq mühafizə orqanlarınadır. Cənab prezidentə və xanım vitse-prezidentə ona görə müraciət edirəm ki, hüquq mühafizə orqanlarına bu hadisələri ədalətli araşdırılmasını nəzarətə götürsünlər. Atam Xəlilov Lətif Sədiyər bəy oğlu 18 may 1918-ci ildə Göyçə şəhərində anadan olub. İkinci Dünya Müharibəsi iştirakçısı və müharibə əlili olub. Bakıda Adil İskəndərov küçəsi, bina 4, blok 1, mənzil 6, 3-cü mərtəbədə yaşayırdılar. Anam Zəkiyə Xəlilova Əhməd qızı 2 may 1920-ci ildə Bakıda anadan olur. Biz hamımız bu ünvanda yaşamışıq. Gəlinimiz Zəhra Xəlilova Şahin qızı atamın evini ələ keçirtməkdən ötəri qaynata və qaynanasını ağır işgəncə ilə döyüb öldürüb qaçırlar. Bu hadisənin iştirakında Zəhra özü, anası Böyük xanım, xalası Ədilə və 2 xalası qızı da bərabər olublar. Atamı döyüb 2 tərəfli iflic, anamı isə infarkt edirlər. Bu hadisələrdə Zəhranın məşuqəsi Politexnik İnstitutunun dekanı da iştirak etmişdi. Mənim oğlum Fərhad bərk xəstə olduğuna görə mən Amerikaya gedirəm, oradan da Kanadaya. Kanadada oğlum vəfat edir. Mən Bakıya qayıdıram. Mənim qayıtmağımı qardaşımın ailəsi və qardaşım heç arzu etmirdilər. Mənim yolumu heç gözləmirdilər. Zəhranın oğlu Lətifin arvadı Arzu Xəlilova mənim gəlişimi görüb çox narahat olurlar və onlar notarial kontorada qanunsuz sənədləri qaynatası Sultana imza vurdururlar və atamın evini 500.000 manata satmaq istəyirlər. Amma mənim gəlişimi görüb tələsirlər və atamın evini 300.000 manata Moskvada yaşayan Azərbaycanlı İsmail adında bir şəxsə satırlar. Atama, anama çörək verməyən, dərman almayan oğul arvadını və oğul qızını, Arzunu, gəlini, saxta və qatil işlərini məndən gizli saxlayırlar. Və özü də iştirakçısı olur. Qardaşım özü də iştirakçı olur. Xahiş edirəm ki, bu qəddar amansız cinayət işini nəzarətə götürəsiniz və hüquq mühafizə orqanları da bu işə ədalətlə yanaşıb, onlara ağır cəza kəssinlər. Çox xahiş edirəm. Atamın və anamın qanını yerdə qoymayasınız. Yeni gənc nəsil bu ağır cinayəti təkrar etməsin.